ən faydalı həyatda əziyyəti deyim sizə, yadda saxlayın və bilin ki, belədir. Ən faydalı əziyyət ata-anaların övladlarına verdiyi əziyyətdir. Mən ata-anaları əziyyət verməyə dəvət eləmirəm. Ata-ana verdiyi əziyyətə görə cavab verəcək Allaha. Bu bir mənalıdır. O ata-ananın Allahla olan məsələsidir. Haqq vermir ki, o haqq valideyn olmamalıdır, mən də ürəyim istəyən eləyim. Yox, ata-ananın ayağı yer tutmasın. Ata-anan məntiqli davransın, ağılla davransın, o öz yerində. Amma övladlar bu ata-anadan çəkdiyi əziyyətlər var, bəzi ailələrdə. Bunun qədər faydalı əziyyət yoxdur. Buna dözən övladın yolundan yüzlərlə əziyyətlər çıxır, yüzlərlə. Ata-anaya adam səbr eləyə, ədəb göstərə, səbirdə bir sözünə həddə, uf deməmək həddində, səbir o deyil ki, qışqırmadım. Baxışınla da əziyyət verməyəsən, o əziyyətlərinə dözəsən, bilirsiniz həyatda nə qədər çətinliklərdən azad olacaq, nə qədər sıxıntılardan azad olacaq.